Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzindən xoş gördük. Mən mərkəzimizin riyaziyyat müəllimi Anar Həsənov. Bu gün sizlərə həm MİQ və sertifikasiya imtahanlarına, həm də blok imtahanına gələ biləcək maraqlı bir sual tipinin izahını verməyə gəlmişəm. Deməli, sual oxunur və sual dilinin variant bloklar üçün olan test kitabındandır. Deməli, burada loqaritma 5 əsasından 2 var, fikir verin. Buna bir A deyib və loqaritma 2 əsasından 11'e bir B deyib və loqaritma 125 əsasından 121 istəyir. Biz bilirik ki, loqaritma 125-də 5'in kubudur, bu da 11'in kvadratıdır və loqaritmada qüvvətlər çölə çıxırdı. Qalır loqaritma 5 əsasından 11. İndi bizə 5 əsasından 11 lazımdır. Fikir verirsəniz, buradan 5 əsasından 11'i almaq olar. Çünki biz bunları tərəf-tərəfə vursaq, bu olacaq nə? A vurulsun B və bunlar Naxışvari ixtisar getdiyinə görə loqaritma 5 əsasından 11 olur. A vurulsun B. Deməli, onda gəlir nə olacaq burada? 2 bölünsün 3, vurulsun A vurulsun B. İndi gəlin sizlərə bir başqa bir maraqlı sual tipinin izahını verin. Bu sualı mən özümdən qoyacağım. Deməli, yazılan loqaritma 3 əsasından 2 bərabərdir A-dır. Sonra yazılan loqaritma 2 əsasından 5 bərabərdir B-dir. Və sonda bunu tələb edirəm. Loqaritma 12 əsasından, məsələn, tutaq ki, deyirəm ki, tapın 50-ni. Daha bu maraqlı sual olur. İndi burada biz nə edirik? Loqaritmada bir əsasdan diğer əsasa keçid qaydası var idi. A əsasından B-ni, təyin obasından bir C götürürdük. C əsasından B bölünsün, C əsasından A yazırdıq. Deməli, fikir versək, görürük ki, 2 bunların ortağıdır və 50-ni də 12-ni də 2 ilə parçalamaq olur. Ona görə mən bunu bir əsasdan diğer əsasa keçid qaydasına görə keçidi 2 əsasına götürürəm. Və loqaritmada vurma prinsipinə yadda salınma düsturları. Bu bizə nəyi xatırladırdı? 2 əsasından 2 plus loqaritma 2 əsasından 25. Çünki 50 2 vurulsun 25 idi. Burada da loqaritma 2 əsasından 4 plus loqaritma 2 əsasından 3 idi. 2 əsasından 2 1'dir. Bu 25 5'in kvadratıdır. Yəni 2 dənə burada qalır loqaritma 2 əsasından 5. O da B idi. Diqqətli olun. Loqaritma 2 əsasından 4 2 idi. Loqaritma 2 əsasından 3 var mı? Yoxdur, var. Çünki 3 əsasından 2 A'dırsa, onda 2 əsasından 3 isə 1 bölünsün A'dır. Şimdi bunun sürətlə məxrəcini mən A'ya vursam A plus 2AB eləyir və buradan da 2A plus 1 eləyir. Belə, əziz izləyicilər, sizlər üçün 2 dənə maraqlı loqaritma sualının, imtahanlara gələ biləcək loqaritma sualının izahını verdim. Növbəti izahlarda görüşərik, hər birinizə uğurlar.